Salam əziz abituriyentlər, mən Nəbiyeva Nərgiz. Bugün sizlərlə Avstraliya, Antarktida və Okeaniyanın relyefi və faydalı qazıntılar mövzusunu öyrənəcəyik. Gəlin əvvəlcə Avstraliyadan başlayaq. Avstraliya materiki qədim Gondwana qurusunun bir hissəsi olmuşdur və Avstraliya materiki dünyanın ən kiçik materikidir. Onun sahəsi 7,7 milyon kvadrat kilometrdir. Ətrafındakı adalarla birlikdə, yəni Okeaniya ilə birlikdə isə ümumi sahə 9 milyon kvadrat kilometrdir. Dedik ki, Avstraliya dünyanın ən kiçik qitəsi və materikidir və ümumilikdə cənub və şərq yarımkürəsində yerləşir. Materikin ucqar nöqtələri şimalda Cape York yarımadasında York burnu, cənubda cənub-şərq burnu bu hissədə, şərqdə yerləşir Byron burnu, qərbdə isə yerləşir Steep Point burnu. Materikin ərazisi elə də girintili çıxıntılı deyil. Materik 4-cü dövr buzlaşmasına məruz qalmamışdır. Materikdə ümumiyyətlə buzlaq relyef formasına rast gəlinmir və materikin sadəcə şərq sahilləri daha çox qayalı və dikdir. Materik şərq hissədən Sakit okean, şimal, cənub və qərb hissədən isə Hind okeanla əhatələnib. Materik iltasver tavalarının sərhəddindən kənarda yerləşdiyi üçün burada aktiv vulkanizm hadisəsi baş vermir, eyni zamanda zəlzələ prosesləri də baş vermir. Avstraliya əsasən düzənlik ərazidir və materikdə cavan dağlar yoxdur. Materikin yalnız şərq hissəsində meridional istiqamətdə uzanan Paleozoik erasının Hertsin dağ əmələ gəlmə mərhələsində yaranan böyük su ayırıcı dağlar yerləşir ki, bu dağlar da ayrı-ayrı massivlərdən ibarətdir və bunlara Avstraliya Alpları deyilir. Onların ən hündür zirvəsi bu cənub-şərq hissədə olan Kosciuszko zirvəsidir ki, onun da hündürlüyü 2228 metrdir və bu materikin ən yüksək zirvəsi adlanır. Materikin ən dərin hissəsi okean səviyyəsindən mənfi 16 metr aşağıda olan Erie gölünün səviyyəsidir və bu mərkəzi ovalıqda yerləşir. Materikin iki yarımadası var, Cape York yarımadası və Arnhem yarımadası. Materikin qərbi və mərkəzi Avstraliyanın relyefində əsasən plato yaylalar üstündür və bunlardan da ən böyüyü qərbi Avstraliya yaylasıdır ki, bu da bu hissədə yerləşir. Və bundan başqa bu ərazidə Macdonald Hammersli dağları yerləşir. Macdonald və Hammersli dağları Baykal qırışıqlığına aiddir. Bu ərazidə bu platoların arasında səhralar yerləşir. Bunlara biz Simpson səhrası, bu hissədə Böyük Qumlu səhra, eyni zamanda Böyük Viktoriya səhrasını da göstərə bilərik. Bu ərazilərdə eol və arid inundasiya prosesləri üstünlük təşkil eləyir və bu yaylaların, platoların, səhraların yaranmasında eol relyef formalarının rolu böyükdür. Bu hissədə Avstraliyaya xas olan çox da hündür olmayan massivlər ucalır ki, bunlara da Uluru və yaxud da East Rock deyirlər. Onların üzəri qırmızı qumlarla örtülü olur. Baxın, burada Uluru relyef formasının şəkli verilmişdir. Çox da yüksək deyil. Hündürlüyü 348 metr, uzunluğu 3,6 kilometr, eni isə 3 kilometrə qədər çatır və bu dağlar qırmızı qumlarla örtülmüşdür. Dedik ki, qərb və mərkəzi hissədə daha çox yaylalar, səhralar üstünlük təşkil edirsə də, Şərqi Avstraliyada daha çox dağlar üstünlük təşkil edəcək ki, bu dağlardan da ən hündürü dedik ki, Böyük Su Ayırıcı dağlarında Kosciuszko zirvəsidir və bu regionda ən böyük düzənlik mərkəzi ovalıqdır. Adı mərkəzi olsa da şərq hissədə yerləşir. Onun üzərində isə böyük artezian hövzəsi yerləşir. Materikin şimal hissəsində Barkley platosu, cənub hissəsində isə Nollar Bor düzənliyi yerləşir ki, bu düzənlik vaxtilə okean suları altında olmuşdur. Materikin körfəzlərindən Carpentaria körfəzini, Böyük Avstraliya körfəzini, coğrafiyaçılar körfəzini, eyni zamanda burada Spencer körfəzi də yerləşir. İndi isə gəlin materikin faydalı qazıntılarına nəzər salaq. Materikin qərb hissəsi yaylalardan, platolardan ibarətdir və bu hissədə kristallik bünövrə səthə yaxın yerləşdiyi üçün materikin qərbində flis faydalı qazıntılar səthə yaxın yerləşir. Bu ərazidə dəmir filizi, boksit, uran qızıla görə seçilir.
Materikdə boksit, ümumiyyətlə Kipyok yarımadası boksita görə dünyada seçilir. Ardemet yarımadası isə uran faydalı qazıntısına görə dünyada seçilən yarımadalardan biridir. Materikdə neft və qaz isə daha çox mərkəzi ovalıqda yerləşir. Baxın, bu hissədə mərkəzi ovalıqda yerləşir. Daş kömür isə böyük suarıcı dağlarından hasil olunur. Və materikin cənub-qərb hissəsində superpit qızıl yatağı vardır ki, bu Qərbi Avstraliyaya düşür və açıq üsul ilə qızılın çıxarılması prosesi burada həyata keçirilir və bu üsul şaxta üsulundan daha ucuz başa gələn bir üsuldur. İndi isə Antarktida materikinə nəzər salaq. Antarktida materiki dünyanın ən soyuq, ən küləkli, tamamilə qalın buz qatı ilə örtülən bir hissəsidir və bu ən uzaqda olan, ən az öyrənilən materikdir. Eyni zamanda biz saat qurşaqlarında da öyrənmişdik ki, bütün saat qurşaqlarında yerləşən yeganə materik Antarktida materikidir. Antarktida materikinin sahəsi 14 milyon kvadrat kilometrdir. Materik sakit Atlantik və Hind okeanının suları ilə yuyulur. Materikdə yalnız bir ucqar nöqtə var. Bu da Antarktida yarımadasında olan Sifre burnudur və Ant dağlarının davamı Transantarktik adlanır və materiki iki hissəyə bölünür. Materikin qərb hissəsi geosiqnal, şərq hissəsi isə platforma ərazisidir. Materikin ən yüksək zirvəsi Vinson massividir ki, burada da ən hündür nöqtə 5140 metr olan Vinson massividir. Materikdə ən dərin çökəkliyi isə Mary Bert düzənliyində olan Bentley çökəkliyidir ki, bunun dərinliyi -2555 metrdir. Biz niyə bunu ən dərin çökəklik kimi götürə bilmirik? Çünki o tamamilə buzlarla örtülüdür. Buna görə də biz quruda ən dərin çökəklik kimi dənizdəki Qohor çökəkliyini götürürük. Materikdə ilin isti dövründə kifayət qədər günəş enerjisi alsa da buzlar günəş istiliyinin 95%-ni əks etdirdiyi üçün materik isinmir. Materikdə fəaliyyətdə olan vulkan vardır. Burada Ross dənizində Erebus vulkanı yerləşir. Bundan başqa Terror vulkanı da vardır. Materikin bir yarımadası var, o da Antarktida yarımadasıdır. Materik faydalı qazıntılarla zəngindir. Burada daş kömür, dəmir, qızıl, mis, manqan, molibden, kükürt kimi faydalı qazıntılarla zəngindir və Antarktida materiki heç bir dövlətə məxsus deyil. Burada sadəcə Böyük Britaniya, ABŞ, Yaponiya, Rusiya kimi dövlətlər araşdırma işləri aparır. İndi isə gəlin Okeaniyanı öyrənək. Okeaniyanın sahəsi 1,3 milyon kvadrat kilometrdir və Okeaniya Sakit Okeanın mərkəz və qərb hissələrini əhatə edir və buradakı adalar 3 yerə bölünür. Mikroneziya, Melaneziya və Polineziya adaları. Mikroneziya adından da göründüyü kimi kiçik deməkdir, yəni kiçik adalardır. Melaneziya qara adalardır. Polineziya isə çoxlu adalar deməkdir. Mikroneziyaya Marshall, Mariana adaları, Palau, Karolina adaları, fosforitlə zəngin olan Nauru adası, buna başqa Kiribati adası da aiddir. Melaneziya isə qara adalar deməkdir. Əsasən adının önündə yeni sözü olan adalar Melaneziyaya aiddir. Bunlara Yeni Gvineya, Yeni Hibrid, Yeni Kaledoniya adaları daxildir. Bundan başqa Vanuatu, Fiji adasını da misal göstərə bilərik və Polineziya isə çoxlu adalar deməkdir. Bura aiddir Havay adaları, Samoa adası, Cook adası, Tonga adası aiddir. Bundan başqa bu hissədə Yeni Zelandiya adası yerləşir ki və 2 adadan ibarətdir. Şimal adası və Cənub adası və burada Şimal adasında fəaliyyətdə olan Ruapehu vulkanı da yerləşir. Okeaniyanın ən yüksək zirvəsi Jaya dağıdır. Yeni Gvineyada yerləşir. Hündürlüyü isə 5030 metrə bərabərdir. Dərsimiz bu qədər. Uğurlar sizə.